Vektor nədir? Vektor riyazi kəmiyyətdir, vektorial kəmiyyətdir. İki cür kəmiyyətimiz var, skalyar kəmiyyətlər, vektorial kəmiyyətlər. İstiqaməti və ədədi qiyməti olan kəmiyyətə vektorial kəmiyyət deyilir. Fizikadan da məlumunuzdur. Vektorial kəmiyyət A, B vektoru, yəni yer dəyişməni daha yaxşı göstərə bilərik bunun üçün. Bir nöqtədən başqa nöqtəyə qədər yerimizi dəyişəndə bu olur vektor. Vektorial kəmiyyət. Vektor bir ox işarəsi ilə göstərilir. Üzərində kiçik a, A-nın vektorial kəmiyyətlərin yazılışında ümumiyyətlə üzərində kiçik ox işarəsi ya da düz xətt göstərilir. Bu vektorial vektorda A və ya başlanğıc və son nöqtəsinə A, B, C, D və ya əlifbanın böyük hərfləri ilə işarə qoysaq, belə də işarələmək olur. A vektoru və ya A, B vektoru və ya əks istiqamətə çəksək, ya əks istiqamətə oxusaq, B, A vektoru olacaq ya da A, B vektoru olacaq. Vektorların üzərində də əməllər yerinə yetirmək olur, toplamaq olur, çıxmaq olur, vektoru ədədə vurmaq olur. Toplama əməlində birinin başlanğıcı, digərinin sonu olanda biz ona deyirik ki, toplayırıq orada vektorları. Misal üçün A vektoru olsun, bu B vektoru olsun, bu hər hansı bir C vektoru, bu D vektoru və buna isə bir Y vektoru desək. Baxın, birinin başlanğıcı, digərinin sonu, bunun başlanğıcı, bunun sonu, bunun başlanğıcı, bunun sonu. Burada isə əksinə gəlir. Bu Y vektoruna deyəcəyik A üstəgəl B üstəgəl C üstəgəl D vektorlarının cəmi və ya əvəzləyici vektor. Yəni testlərdə əvəzləyici vektor oxusanız, bilin ki, vektorların cəmini göstərir. Aydın oldu. Əgər ki, hamısı eyni istiqamətli olsa, yəni hər birinin başlanğıcı, digərinin sonu olsa, onda bu vektorların cəmi sıfıra bərabərdir. Bunu da unutmayın. Hamısının başlanğıc, son eyni istiqamətli getsələr, onların cəmi sıfıra bərabər olur. Vektorların toplanmasının iki qaydası var. Üçbucaq qaydası və parallelogram qaydası. Üçbucaq qaydası nədir? Biri, digəri A vektoru, bu da B vektoru, bu da C vektoru. Baxın, A'nın sonu B'nin başlanğıcıdır deyə buna A üstəgəl B vektoru və ya A üstəgəl B-ni əvəz eləyən C vektoru deyirik. Ona görə də biz C-yə əvəzləyici vektor deyirik. Başa düşdünüz? Bu iki vektorun cəmini əvəz eləyir. Bu üçbucaq qaydasıdır. Hər bir qaydada yenə də başlanğıc digərinin sonudur. Ya da ki, birinin sonu digərinin başlanğıcıdır. Parallelogram qaydasında da diagonala baxaq. İşarələyək A, B, C, D. A, B vektoru. Bu da olsun AD vektoru. Bizdən AB vektoru ilə AD vektorunu soruşur. Bu da AC vektoru. AC-ni verəcək. Niyə? Üçbucaq qaydasını xatırlasaq, birinin sonu digərinin başlanğıcıdır. Elə? Biz də paralelogramda bilirik axı, AD ilə BC eynidir. Ona görə də elə AD-ni paralel köçürsək BC-yə eyni olacaq. AB üstəgəl BC və ya AB üstəgəl AD bərabər olacaq AC vektoruna. Bu da parallelogram qaydasıdır. Başa düşdünüz? Vektorları komponentlərlə yazırlar. Siz bilirsiniz ki, siz o mürəci sirflərə həm fəzada vektorlar lazımdır, həm də ki, müstəvidə vektorlar lazımdır. Fəzadakı vektorla müstəvidən fərqi komponentlərinin birinin sayının artıq olmasıdır. Eyni proseslər icra olunur toplanmasında, ədədə vurulmasında. Sadəcə bizdə müstəvidə x, y-dir, amma fəzada isə x, y, bir də nə var? Z var. Komponentlərlə verilməsi, məsələn, A vektorunun komponentlərlə verilməsi. X, y. Bu x, y müstəvidədir. A vektoru əgər fəzada verilibsə, bu x, y, Z olaraq veriləcək. Başa düşdünüz? Uzunluğu 1-ə bərabər olan vektora vahid vektor deyilir. Bunu da yadınızda saxlayın. Yəni, gəlin komponentlərlə verilməsində vektorun ədədə vurulmasına baxaq. Hər hansı bir lambda ədədi götürək. A vektoruna vuraq. İçəridə nə varsa hamısına bir vurulacaq. 3 komponentli də olsa, 2 komponentli də olsa. Yəni, bərabər olacaq lambda x, lambda y. Məsəl üçün, A vektoru komponentlərlə -1, 3 verilir. Yəni, bu -1, 3 nədir? Birinci ona baxaq. Axı, vektor hər hansı bir koordinat sistemində olur.
Qayıtsaq əgər geri, iki nöqtə arasında məsafə ədəd oxumda necə idi? A nöqtəsi ilə B nöqtəsi arasında məsafə. Sondan başlanğıcı çıxırdınız, tapırdınız, düzdür? Bu sonra 9-cu sinifə gələndə bu oldu koordinat sistemində iki nöqtə arasında məsafə. Koordinat sistemində iki nöqtə arasında məsafə başlanğıcın öz koordinatları var. Gəlin x1, y1 deyək. Sonunda öz koordinatları var. Burada da eyni iki nöqtə arasında məsafə deyəndə yenə sondan başlanğıc çıxır. Hər hansı misal üçün otağın uzunluğunu ölçmək üçün gedib o başa metrə ilə ölçmürsünüz. Burada da eyni ədəd oxunda nə icra elədiksə, koordinat sistemində də həmən icra edirik. Misal üçün sondan başlanğıc çıxılır. Sonun x-ini sadəcə burada uyğun komponentləri çıxırıq bir-birindən. X-dan x-ini, y-indən y-ini. X-dan x2-dən x1-i çıxacaq, y2-dən y1-i çıxacaq. Bu tutaq ki, buna AB deyək. AB vektorunun komponentlərlə yazılışıdır. Məsələn, belə deyək. Ədədə vurulmasını bir də izah edəcəm. Məsələn, belə deyək. AB vektoru başlanğıcı komponentləri verilib mənə 3, 5, tutaq ki, başlanğıc. Sonunda komponentləri verilib 7, 8. AB vektorunun uzunluğunu komponentlərlə göstər deyəcək. Komponentlərlə 7-dən 3 çıxacaq. Sondan başlanğıc çıxılacaq. Yəni B-nin koordinatlarının A-nın koordinatları çıxılacaq. Aydındır? Sondan başlanğıc 7-dən 3 çıxacaq 4, 8-dən 5 çıxacaq 3. Komponentlərlə yazılışı oldu. Və ya B-A-nı istəsə, nə edəcəm? Sondan başlanğıc çıxacaq. Sonu nədir bu dəfə? A. 3-dən 7 çıxacaq -4, 5-dən 8 çıxacaq -3. Bu başa düşdünüz? Bu komponentlərlə yazılışıdır. Amma sizdən vektorun uzunluğunu istəsə, vektorun uzunluğunu, yəni AB vektoru sizə verilib komponentlərlə və sizdən vektorun uzunluğu. Vektorun uzunluğu, modul qiyməti, mütləq qiyməti və modulu üçü də eyni anlama gəlir. Yəni uzunluq, modulu və mütləq qiyməti. Üçü də bu cür yazılır. İki nöqtə arasında məsafəni 7-ci sinifdən bilirdiniz. Necə eləyirdik? Sondan başlanğıc çıxırdıq, kvadrata yüksəldirdik. Niyə? Baxaq, gəlin burada da öyrənək, yadınızdan çıxmayacaq o zaman. Fikir verin, bu necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır. Mənə nə lazımdır burada? AB-nin uzunluğu, düzdür? Vektorun uzunluğu lazımdır. İki nöqtə arasında məsafədir. AB-nin uzunluğu nəyə bərabərdir? Y2 çıx Y1-dir bu. Düzdür? Y2 çıx Y1. Bu isə iki nöqtə arasında məsafə. X2 çıx X1. Düzdür? Deməli onda AB-nin uzunluğu nəyə bərabər olacaq? Kökü altında x2 çıx x1'in kvadratı, y2 çıxılsın y1'in kvadratı. Düsturu özünüz çıxardınız. Deməli, vektorun uzunluğu necə tapılır? Kökü altında uyğun komponentlərin fərqinin kvadratı. Vektorun ədədə vurulmasını bir də izah edirəm. Ədədin vektora vurulması. Lambdadır, hər hansı bir ədəddir, A vektoruna vururuq. A vektorda komponentlərlə verilib deyə, vektoru bir-bir komponentlərə vururuq. Yəni, məsələn, 2 vurulsun A vektoru. Bunu hesablayırıq. A vektorunun komponentləri bizə 2, -1 verilibsə, olacaq 2A vektoru komponentlərlə olacaq 2 vur 2, 2 vur -1. Yəni, bərabər olacaq 4, -2. Birdən sizə desə ki, 2A vektorunun uzunluğunu tap. 2A vektorunun uzunluğunu tap. Necə tapırdıq? Komponentləri tapandan sonra kvadrata yüksəldirdik də. A vektorunun uzunluğu bərabərdir. X kvadrat üstəgəl Y kvadrat. Fəzadatsa üstəgəl Z kvadrat da var, bilirsiniz. 2A vektorunun uzunluğu, 2A vektorunun komponentləri nə oldu? 4 -2. 4'ün kvadratı üstəgəl -2'nin kvadratı. O da olacaq 16 üstəgəl 4, 2 kökdə 5. Başa düşdük bunu. Bir də vektorları toplamaq, vektorları çıxmaq. Vektorları toplayanda da, çıxanda da yenə uyğun komponentləri toplayacaq, uyğun komponentləri çıxacaq. Yəni, A vektorundan B vektorunu çıx deyir. Nə zaman ki, A'nı verib bizə
-3, 4. B-ni verib bizə komponentlərlə 7, -2. Özüm həm mənfiləri də yazırım ki, hesablamada müsbət üzərindən elə bilməyəsiniz ki, ancaq komponentlər müsbət olur. Bildiniz də 4 rübdə yerləşə bilər koordinat şəbəkəsində. İkisi də mənfi ola bilər, biri mənfi, biri müsbət ola bilər. A-dan B-ni çıxmaq o deməkdir ki, x-dən x-ni, y-dən də y-ni çıxırıq. Yəni A çıx B bərabər olacaq. -3-dən -7 çıxanda, -3'ten 7 çıxanda mənfi. 7 çıxanda -10, 4-dən -2 çıxanda 6. İndi bunun da uzunluğunu istəsə nə olacaq? -10'un kvadratı kök adı üstə gəl 6'nın kvadratı. Başa düşdünüz? Fərqini də istəyəndə, cəmini istəsə A vektoru üstə gəl B vektoru. Bizə nə olacaq? 4, 2. Aydın oldu. İndi hasili, skalyar hasil deyilir. Əsasən də imtahanlarda ya vektorun uzunluğu, ya skalyar hasili, ya da iki vektor arasındaki bucaq düşür. Əsasən ən çox istifadə olunan bunlardır. Skalyar hasil. Skalyar hasil yəni vektora vuran zaman nə baş verir? Yenə deyirəm, bu fəzada olsa z də olacaq burada. x2, y2. A vurulsun B'ye. İki vektorun skalyar hasili deyilir. Aydın oldu. Skalyar hasil x1 vur x2 üstə gəl y1 vurulsun y2 kimi hesaplanır. Yəni x-i x-a vurursunuz, üstə gəlirsiniz, y-i y-a vurursunuz. Məsələn, yeni nümunə göstərək. A vektorunun komponentlərini 2, 3, B vektorunun komponentləri -1, 4 götürək. Və bunların deyir ki, bizə skalyar hasilini tap. Ya sözdən deyəcək, ya da bu şəkildə verəcək. Bu skalyar hasildir. Nə edəcək? 2-ni vuracaq -1-ə, üstə gəl, 3'ü vuracaq 4'ə. -2 üstə gəl 12, skalyar hasil bərabər olacaq 10'a. Başa düşdünüz? Aydındır. Bu oldu skalyar hasil. İndi vektorlar həm kolinyar ola bilirlər, həm də komplanar ola bilirlər. Kolinyar perpendikulyar ola bilirlər. Komplanar vektorlar bir fəzanı danışanda danışacağıq. Kolinyar vektorlar, bir də perpendikulyar vektorlar. Perpendikulyar vektorlar əgər ən çox düşən suallardan biridir. Şərt verir ki, A və B perpendikulyardır. Perpendikulyarlıq şərtini gördünüzsə, skalyar hasil 0 olur. Skalyar hasil 0 olur. Yadınızda qalsın. Suallardan, məşhur suallardan biri də budur. A, B vektoru perpendikulyardırsa, skalyar hasili tap. Ya da skalyar hasili tap demir, çünki skalyar hasil 0'dır. Belə verəcək. 3M, B-ni də verəcək. -2, tutaq ki. Deyəcək ki, M parametrinin hansı qiymətində skalyar hasil A, B perpendikulyardır. M parametrinin hansı qiymətində A və B vektoru perpendikulyardır. Sizə əgər desə ki, A, B vektoru perpendikulyardır, nə edəcəksiniz o dəqiqə? Sıfıra. Skalyar hasili sıfıra bərabər eləyəcək. Aydındır. 3'ü vuracaq 1'ə, üstə gəl. M-i vuracaq -2'ye, bərabər olmalıdır sıfıra. 3 çıx 2M bərabərdir 0. M bərabərdir 1,5. M parametrinin 1,5 qiymətində A və B vektorları perpendikulyardır. Yəni düzbucaq altında kəsişir. Bunu da başa düşdük. İndi soruşanda ki, ya deyəcək ki, M parametrinin hansı qiymətində bu vektorlar kolinyardır. Ya da kolinyar paralel düz xəttlər üzərində duran və ya paralel olan vektorlardır. Başa düşdünüz? Paralellik şərti. Sistem tənlikdə sonsuz sayda həlli olması, paralellik şərti üst-üstə düşməsi necə idi? Sonsuz sayda üçü də bir-birinə. Nisbətdə. Burada da eyni şeydir. Burada da eyni şeydir. Müstəvidə 2 dənə komponentdir. Fəzada 3 dənə. Nisbətləri bərabər olarsa bu vektorlar kolinyardır. Buna aid suallar da əksərən yenə parametrlərlə verilir. Deyir ki, M parametrinin hansı qiymətində vektorlar kolinyardır? Aydındır. Nə edəcək? 3'ü böləcək 1'ə bərabər olmalıdır. M bölünsün -2. Deməli, M'in hansı qiymətində kolinyardılar?
Mənfi. Hansı qiymətində perpendikulyar oldular? 1,10. Yəni tutaq ki, belə başa düşün də, nə vaxt perpendikulyardılar? Skalyar hasil 0. Nə zaman paraleldilər? Nisbətləri bərabər olduqda. Çünki tək paralellik demirik axı, bir düz xətt üzərində də yerləşə bilərlər də. Ona görə də kollinearlıq dedik ki, bir düz xətt üzərində yerləşən vektorlar kollinear vektorlardır. Kollinearlıq paralellik kimi ölçülür, nisbətləri bərabərdir. Skalyar hasildə sıfıra nə zaman bərabər olur? Perpendikulyar olduqda. Başa düşdük bunu da. Bir də qaldı bizdə iki vektor arasındaki bucaq. İki vektor arasında bucaq. A vektoru və B vektoru, bunlar arasında qalan bucaq alfa olsa nəyə bərabər olacaq? Kosinus alfa bərabər olacaq. A vur B bölünsün modula modul B. Modul B nə idi? Uzunluq. Hər bir vektorun ayrı-ayrı uzunluğu. A vur B nə idi? Skalyar hasil. Yəni bunları bir-birinə qarışdırmayın. Burada biz nə edirdik? Orada X-da Y-ə toplayırdıq. Elə vurandan sonra. Burada isə kök altında komponentlərin kvadratları cəmi, bunun da öz komponentlərinin kvadratları cəmi. Gəlin, indi araşdıraq baxaq. Əgər A vektoru nümunələrə baxaq. A vektoru komponentlərlə bizə 2, 3 versin, B vektoru da verirsin, -1, -2. Desin ki, bunlar arasındaki alfanı tap. Alfanı tap deyəndə kosinus alfadır. Yazmamışdım, kosinus alfa yazmışdım. Kosinus alfa. Siz trigonometriya bilməlisiniz ki, alfanın neçə dərəcə olduğu. Misal üçün hesabladıq, aldıq kosinus alfa kökdə 3 bölü 2. Alfa neçə dərəcədir? 30 dərəcədir. Başa düşdünüz, onu soruşur. Ola bilər ki, kosinus alfanı eləcə soruşsun, amma çox vaxt dərəcəni soruşur. Dərəcəni də trigonometriyadan bilməlisiniz. Nə edirik? Kosinus alfa bərabərdir. Yuxarıda skalyar hasil. Aşağıda isə modulların hasili. Bu bərabər olacaq. Yuxarıda skalyar hasil nə edəcək komponentləri? 2 vur -1. X-i X-a üstə gəl. 3'ü -2'ye. Düz. Aşağıda ise düz burada. Aşağıda ise A'nın komponentleri kvadratları cəmi kök altında. B'ni de ayrıca -1'in kvadratı üstə gəl -2'nin kvadratı. İndi hesablayaq. Bərabərdir. -2 çıx 6. Aşağıda 4 üstə gəl 3. 4 üstə gəl 9 kökdə 13. Vurulsun kökdə 5. -8 kökdə 13 vurulsun kökdə 5. Oldu. Vahid vektorda dedik ki, uzunluğu 1'ə bərabər olan, yəni komponentlərin kvadratları cəmi 1 versə, deməli vahid vektordur. Vahid vektora aid də suallar düşə bilər ki, M parametrin hansı qiymətində uzunluğu 1'ə bərabərdir. Və ya tərsinə deyə bilər. Məsələn, deyər ki, M parametrinin hansı qiymətində bu vektorun uzunluğu 5'ə bərabərdir. Suallar müxtəlif yöndə olur da. Nə edəcəksiniz? Kök altında 25 çıxırsanız bir tərəfdə. Uzunluğu M parametrin hansı qiymətdə uzunluğu 5'ə bərabərdir. Kök altında x kvadratı. Bəli, kök altında 2'nin kvadratı üstə gəl M'in kvadratı bərabər olacaq 5'ə. Və bunu həll eləyəcək. Aydındır? Bərabər vektorlar nədir? İstiqamətləri və uzunluqları eyni olan vektorlara bərabər vektorlar deyilir. Bu bərabərdir. Əks vektorlar isə orada necədir? Əks vektorlar düzdür. AB ilə BA əks vektorlardır. Tutaq ki. İstiqamətləri əks olan vektorlar əks vektorlardır. Amma bunu tapşırıqlarda bərabər olmaya bilərlər. Bunlar istiqamətləri fərqlidir, amma uzunluqları bərabərdir və uzunluqları bərabər olmaya bilər, mütənasib olurlar. Məsələn, A vektorunun komponentləri x, y, z olsa da olar, fəzada müstəvidə x, y-dir. B vektorunun da komponentləri kx, ky-dir. Yəni mütənasibdirlər. K qədər fərqlənə bilərlər uzunluqları. Başa düşdünüz? İstiqamətləri əks gedir.
Bu k eğer sıfırdan kiçikdirsə, bunlar əks vektorlar sayılır. Eğer bu k sıfırdan böyükdürsə, eyni istiqamətli vektorlar sayılırlar. Başa düşdük? Neçə dəfəsi fərqlənir. Misal üçün 1 3-dürsə, digəri 4 12-dir. Müsbətdir, deməli bunlar eyni istiqamətlidir. Mənfi 4, mənfi 12-dir, deməli əks istiqamətlidir. Başa düşdük bunu da. Bu da bu qədər. Müstəvi və fəzada. Yenə baxın, göstərirəm. Fəzada əgər sizə desək ki, fəzada iki nöqtə arasında məsafə. Fəzada iki nöqtə arasında məsafə olacaq. Fəza. Kısaca bunu da göstərim. X üzüstü. Z, Y. Bu fəzadır. Fəzada koordinat sistemi. Məsələn, iki nöqtə arasında məsafə. Çox şəkil vermir sizə. Sizə sadəcə komponentlər verəcək. Mən onu sinifdə uşaqlara dərs zamanı belə başa salıram. Nöqtə buradadır. Bu sizin fəzanızdır. Fəzada baxın, Z-imiz var, hündürlüyümüz. Düşürük aşağı, paralel gedirik. X-imiz var, Y-imiz də var. Aşağıdan gedirik də. İstənilən nöqtənin X, Y, 0, 0 koordinat başlanğıcında olan nöqtənin koordinatları 0, 0'dır. Bunun üçün iki nöqtə arasında məsafədə artıq başlanğıc üçün də 3 dənə olacaq X, Y, Z. Son üçün də başlanğıca əsasən 0 qoyurlar ayaqlarına. Son üçün də nə olacaq? X, Y, Z olacaq. Onda nə edirik? İki nöqtə vektorun uzunluğu, fəzadakı vektorun uzunluğunu necə taparıq? Bəli, x çıx x0'ın kvadratı üstə gəl. Aydın oldu. Bəs yaxşı, fəzada olan iki vektor arasında ki bucağı soruşsa, kosinüs alfa bərabər olacaq. Yenə həmən şeydir də fəzada. Başa düşdü? Sadəcə A vur B skalyar hasildə. Nə olacaq? X vur X0 üstə gəl Y vurulsun Y0 üstə gəl Z vurulsun Z0. Aşağıda da X kvadrat, Y kvadrat, Z kvadrat hərəsi üçün ayrı-ayrı. Yenə iki dənə vektordan. Ya bu iki dənə vektor fəzada yerləşib. Baxın, iki dənə vektor fəzadadır. Arasındakı bucağı tapırsan, yenə iki vektordan söhbət gedir. Sadəcə başlanğıcında 3 dənə koordinatı var, X, Y, Z. Sonlarında X, Y, Z var ayrı-ayrı. Başa düşdünüz? Amma bu burada yerləşəndə bunun sadəcə X-i və Y-i var. Aydın oldu? Eyni düsturlardır. Sadəcə orada bir dənə Z fərqlidir. Bu qədər.